fast-foodlardan yemək insan səhhəti üçün çox ziyanlıdır. Uşaqlar, əgər onları yemək kimi bir zərurət olarsa, onlardan az hallarda istifadə etmək lazımdır. Uşaqlar, ən çox yediyimiz şorbalara diqqət yetirmək lazımdır. Çünki şorba mədənin dostudur. Uşaqlar, bildiyiniz kimi mərkəzimizdə hər həftə fərqli şorbalar olur. Bugün sizə yalnız biri haqqında, yəni tərəvəz şorbamıza qatılan gül kələmi, brokoli və kabakın faydaları haqqında danışacağım sizlərə. Eyni zamanda aşpazımız tərəfindən hazırlanan bu tərəvəzlərin dadına baxacaq uşaqlar. İstəyirsiniz? Biz gəlin sizlərə bunların xeyri və faydası haqqında danışaq. Brokolinin insan orqanizminə bir çox faydaları var. Onlardan biri də başda xərçəngin dərmanıdır. Uşaqlar, brokoli yaşlanmanın qarşısını alır və dəriyə bir çox faydaları var və göz sağlamlığını isə yaxşılaşdırır. Uşaqlar, sizə indi gül kələminin haqqında danışacağım ki, gül kələmi adi kələmlə müqayisədə kök və digər pozulmaların qarşısını alır. Uşaqlar, zəngin tərkibinə görə diyetoloqlar bu tərəvəzlərin çempionu adlandırırlar. Nə adlandırırlar uşaqlar? Tərəvəzlərin çempionu adlandırırlar. Və o da brokoli kimi xərçəngin dərmanıdır. Aydın oldu uşaqlar? İndi isə sizə kabak haqqında danışacaq. Əlimdə gördüyünüz tərəvəzin adı nədir? Kabakdır. Uşaqlar, kabak göz sağlamlığını yaxşılaşdırır. Öskürəyin isə qarşısını alır. Mədə və bağırsaq qanaxmalarının da qarşısını alır uşaqlar və asmanı isə müalicə edir. Aydın oldu uşaqlar? Bu hansı tərəvəz oldu? Kabak. Bəli uşaqlar. Uşaqlar, gəlin indi aşpazımız tərəfindən hazırlanan və biraz öncə məlumat verdiyimiz tərəvəzlərin dadına baxaq. Gəlin